Salam, kanalıma xoş gəldiniz. Bugün sobada içi meyvə ilə doldurulmuş balqabaq hazırlayacağım. Bundan ötürü yumru və kiçik boy balqabaq götürəcəm. Balqabağı yuyub quruladıqdan sonra başını qapaq formasında kəsirəm və içini boşaldıram. Sonra doğradığım meyvələri və quru meyvələri ardıcıllıqla balqabağın içinə doldururam. Balqabağı doldurduqdan sonra meyvələrin üzərinə bir tikə kərə yağı qoyub qapağını bağlayıram. Sonra balqabağı folqanın arasına qoyub yaxşı-yaxşı bükürəm və formanın içinə qoyub sobaya göndərirəm. 200 dərəcəyə qədər isidilmiş sobada ortalama saat yarım bişirirəm. Sonra balqabağın üstünü açıb bir yarım saatı yenidən sobada bişirirəm. Balqabaq soyuduqdan sonra onu dilimləyib süfrəyə servis edirəm. Yediyiniz vaxtı balqabağın üzərinə bal gəzdirə bilərsiniz. Əgər bal istifadə etmək istəmirsinizsə, balqabağı doldurduğunuz vaxtı meyvələrin üzərinə şəkər tozu əlavə edə bilərsiniz. Bu şəkildə balqabaq həm xeyirlidir, həm də ləzzətli. Videomu bəyəndinizsə, like edib abunə olub zəngi basmağı unutmayın. Fikirləriniz də mənim üçün çox maraqlıdır. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.